Mağur komandirin gözündən uzaq bəlkə biraz yığınmalar. Herkese salam, mən Türkan Məmməli, Canavarlar komandasının Instagram və TikTok hesablarının adminiyəm. Son zamanlarda poligonla bağlı deyəndə çoxlu suallar gəlir və ona görə də qısaca poligon hərbi vətənpərvərlik düşərgəsi haqqında məlumat vermək qərarına gəldim. Poligon hərbi vətənpərvərlik düşərgəsi Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan hərbi vətənpərvərlik düşərgəsidir. Burada bizə hərbi sahədə təcrübəli komandir heyəti tərəfindən müxtəlif təlimlər keçirilirdi. O cümlədən həm silahlarla bağlı nəzəri və praktiki məşğələlər, airsoft atışlar, həmçinin fiziki hazırlıq və əlbeyxa döyüş üzrə müxtəlif təlimlər keçirilirdi. Həm də müxtəlif idman oyunları, hansı ki futboldan tutmuş, üzgüçüyə qədər müxtəlif idman oyunları, həmçinin intellektual yarışlar da keçirilirdi. Bütün iştirakçılar, hansı ki bu düşərgədə 50 qız, 50 oğlan iştirak edə bilərdi. İştirakçıların hamısı komandalar üzrə bölünürdü və ümumilikdə 6 komanda olurdu. Əqrəblər, aslanlar, canavarlar, igidlər, mübarizlər. Əqrəblər, aslanlar, canavarlar, igidlər, mübarizlər və qartallar. İştirak etmiş bir üzv olaraq deyə bilərəm ki, bu sadəcə bir düşərgə deyildi. Həm özümüzü sınadığımız, həm yeni bacarıqlar qazandığımız, həm də ki, çoxlu yeni insanlar tanıdığımız, hansı ki, safından tutmuş üzvlərə, üzvlərdən tutmuş komandirlərə kimi müxtəlif bacarıqlı və yeni insanlar tanıdıq. Düşərgədə iştirak üçün qeydiyyat isə hər düşərgə üçün ayrıca elan olunur. Hal-hazırda 32-ci poligon düşərgəsi üçün artıq qeydiyyat başlatıb və səhv eləmirəmsə 7-10 sentyabr aralığında keçiriləcək həmin düşərgə. Düşərgəyə qeydiyyat üçün Gənclər və İdman Nazirliyinin Instagram səhifəsini, bu Canavarlar poligon səhifəsini, həmçinin mənim öz blog səhifəmdə izləməyi unutmayın ki, yeniliklərdən xəbərdar olasınız. Əgər poligon hərbi vətənpərvərlik düşərgəsi haqqında başqa bir sualınız varsa, rəylərdə yazmağı unutmayın. Bütün sualları növbəti videolarda cavablandıracağıq. Sən də gəl, poligonda iştirak et və 3 günlük də olsa vətənpərvərlik ruhunu, o əskər simulyasiyasını hiss et.